Salam dostlar, hər vaxtınız xeyir olsun. Mən sizə demək 40 variant sınaq MHM kitabından sınaq 29-cu izahını təqdim edirəm. Bir aşağıdakı cümlələrdən birində qrammatik norma pozulmamışdır. Bir neçə insanlar, bir neçədən sonra insanlar cəmdə ola bilməz, səhvdir. Bir sıra hadisələr mənim vəziyyətə gəlməyə səbəb oldular. Hadisə cəmdədirsə, oldular təkdə olmalıdır. Bir çox müəllimlər artıq bu vəziyyətdən sevərək istifadə edirlər və müəllimlər cəmdədir. Bir çoxdan sonra gəlib cəmdə olub və istifadə edilər xəbərdə cəmdə olacaq. Cavabımız olar C. Uyğunsuzluğun müəyyən edin, dəqiqlik, konkretlik ara sözlərdən istifadə elmi üslubdur, düzdür. Sərbəst təbii yığcam və söz cümlələrdən istifadə məişət üslubudur, düzdür. Sintaks yığcam normallığı möhkəm olur və şəxsi cümlələrdən geniş istifadə rəsmi üslubda olur, düzdür. Aydınlıq anlaşılan ictimai üslub publistikdir, düzdür. Milli bədii təvəkkülün ifadəsi olan müxtəlif mövqe maraqları əks etdirən bədii üslub deyil. Demək, bədii təvəkkülün ifadəsinə qədər düzdür. Müxtəlif mövqe maraqlar publistik üsluba aiddir. Aşağıdakı cümlələrdən hansıda budaq cümlə baş cümlədən öncə gəlir? Mən və çatmışdım ki, Çini andan əvəzləyirəm, deməli budaq cümlədir. Bilirsənmi nəyi? Bura sual verirəm, deməli baş cümlədir. Hamı bilir nəyi? Deməli bu baş cümlədir. Kim əvəzlik gəlib var? Budaq cümlədir. Hərçənd güzəşt bağlayıcısı var, deməli budaq cümlədir. Cavabın olar 1, 4, 5 A. Cümlənin şəxsə görə növləri haqqında deyilənlərdə yanlış olan seçin. Onlar mən hörmətlə yanaşırlar cümləsi müəyyən şəxs cümlədir, bəli mübtədası var. Çox çalışan adam afərin deyərlər cümləsi ümumi şəxsli hamı deyər, düzdür. Bizim məşələrdə aya rast gəlinir cümləsi şəxsiz cümlədir. Deməli, bəli rast gəlinir, üçüncü şəxsin təkindədir, mübtəda artıra bilmirəm. Uca dağların zirvəsində yaylarını qar rast gəlirsən, hamı rast gəlir, bu qeyri-müəyyən yox, ümumi şəxslidir. Cavabın olardı. Yenə həmən yaylar, bu da adlıq cümlə olacaq. Aşağıdakı cümlənin hansı cümlə üzvünün əlavəsi yoxdur? Atam burada çəpərin qırağındadır, haradadır? Bu xəbərdir. Mən evdəkilərə, anam və nənəmə kimə? Bu tamamlıqdır. Buradakı evin yanındakı olan hansı? Bu təyindir. İstiqamət uzaqlara, dağlaradır. Bu da xəbərdir. Nərgiz, yəni rəfiqəm ki, bu da mübtədadır, zərflik yoxdur. Kitabı stolun üstündədir. Nə? Mübtəda. Kitabı çox sərqə ilə saxlamışdır. Nəyi? Kitabı tamamlıq. Orta fikirlər istəyir, fərqli formada sintaks təhlil olur. Biri mübtədadır, mənsubiyyət, bir təsirli şəkilsi tamamlıq düzdür. Fərqlənmiş sözlər eyni haldadır, xeyr, biri adlıq, biri təsirlik. Fərqlənmiş sözlər fərqli cümlə üzvüdür, bir mübtəda, bir tamamlıq. Bütün cümlə üzvləri quruluşca sadədir. Stolun üstü xəbəri mürəkkəbdir. Xəbərlərin ifadə vasitəsi fərqlidir. Biri stolun üstündə söz birləşməsi, bir saxlamış təsvirlənən feil. 1, 3, 5 olar. D. Mən Dəli Kürü ilk dəfə oxuyanda poemanın kompozisiya göstəricilərini, düşüncələrini dəyişdirdilər. Cümləsində ədəbi hansı normalar pozulub? Dəli Kürü dırnaqda olmalıydı. Fonetik normadır. Kompozisiya səhv yazılıb. Fonetik norma burada pozulub. Dəyişdirdilər xəbəri cəmdədir. Nə? Burada dəyişdilər xəbəri təkdə olmalıdır. Kompozisiya göstəriciləri demək cansız əşyadır. Burada fonetik və qrammatik norma pozuntuları var. Bir də Dəli Kürü ilk dəfə oxuyanda poemanın kompozisiya göstəriciləri düşüncələrimi dəyişdirdilər. Düşüncələrimi yox, fikirlərimi olar. Bu da leksik normadır. Aşağıdakı sözlərdən biri leksik mənası düzgün göstərilməyib. Eksponat sərgilərin nümayiş edilən əşyadır. Anarxiya hərc-mərclikdir. Abstrakt, konkret izah olmayandır. Riyakar gözüdür. Filolog ərazi bir xalqın və dil ədəbiyyatını öyrənən elm yox, öyrənən şəxsdir. Filologiya deyil. Aşağıdakı sözlərdən birində məntiqi uyğunluq pozulmuşdur. Getdilər, gəlsələr, bilirlər, qaçsınlar, güldülər. Vurğu hamısına lərdədir, bir dənə C-də yoxdur. Vurğu qəbul etməyə şəkillər sırasına verilə bilməz. Deməli, gil qəbul etmir, casını etmir, gil etmir, sınız şəxsonluq etmir, B eldir. Tamaşkar pak, qara hərflə işarələmiş sözün kontekstinin qarşılığını düşəndiyi cümlə. Yerə göyə sığmamaq, yəni burada çiçəyə çırtladı, sevindik mənasındadır. Qarşısına dairə işarəsi qoyulmuş sözü doğru izahını müəyyən edin. Part, yəni part bilirsiniz nədir? Taqub bir əllə tutulan su qabıdır. Mətn hansı suala cavab yoxdur. Pak nə üçün sevinirdik? Hər şey gümüş olurdu. Pak dəldə nə istədi? Hər şey gümüş edə bilmək. Dəli nə üçün öldürmək? Çünki onun arzusunu yerinə yetirirdi. Pak harada yaşayırdı? Qədim Almaz dağlarında. Pak nə üçün tamaşkardı? Bilmirik.
Mətndən sizə dəqiq söyləmək olar. Paçin ölərək xarici görünüşü çox arıqlamışdı. Paçin nə üçün öldü acından? Gümüş tüklü dələni xilas olduqdan sonra haraya getdiyini bilmirik. Paç təqribən nə qədər adamı həsəd apardı? Çox az. Paçin hər şeyə gümüşə çevirməyə başladıqdan sonra neçə müddət öldüyünü bu yazılmayıb. 1, 2, 4, B. Mətnin məzmununu nəzərə alıb, aşağıdakı fərqlərin hansının dəlillərinin paça təklif olduğunu müəyyən edin. Mənim raketim əvəzində səni qızıl söhbət deyil. Ruh tilsimlənmək yox. Əvəzində sənə ürək istədiyi qədər almaz yox. Mən öldürməm, raketim əvəzində sənə ürək istədiyi qədər gümüş verərəm. Bəli, çünki bu gümüş dələkdir. Kursi ilə verilmiş abzasda bir-birinə qarşılıq olan sözləri müəyyən edin. Burada kursi ilə verilmiş abzasda demək, burada nə var? Demək sözü var. Söyləyirdim. Yerdəki yorğan döşəkdə Paçin əldən kimi gümüşə çevrildi sözü. Tamahkar Paç belə bir dövləti laf ağlı itirdi. Evə, həyata ora-bura qaçıb əlini hər şeyə vurdu. Qaçıb yoruldu. Yemək istədi, ancaq bədbəxtdən bütün yeməklər də gümüşə döndü. Çevrildi, döndü. Bir qoşquya plov götürüb yemək istədi. Boşqabda düyüdə yemək taxılarda gümüşə döndü. Paç yemək deyirdi, ancaq yeyə bilmirdi. Paç yemək deyirdi, ancaq yeyə bilmirdi. Bir təhər dözərəm deyə tamahkar düşünürdü. Bax, deyir, söyləyir. Sonra səbəb nəticə. Paç nəyə toxundursa sonunda gümüşə çevrildi. Nəticədə nə oldu? Acından öldü. Tamahkar Paç əlini tələyə atdı, tələ dönüb gümüş oldu. Çünki tələ Paçın diləyini yerinə yetirdi. Artıq tamah başlayaraq ifadəsi mətnin məzmunu ilə əlaqəli olub olmadığını müəyyən edin və sesimizi əsaslandırır. Burada əlaqəlidir götürəcəyik. Çünki Paç artıq tamahına görə sonunda həyatını itirir. Mətnin məzmununa ən uyğun gələn ifadələri müəyyən edin. Burada ən uyğun gələn ifadə 3-cü ifadələr. Çünki tamahkarı dünyanı da versən doymaz. Bunu seçirik. Çünki Paçın nə qədər acgöz olduğundan danışılır bu mətndə. Və 20-də deyir, mətnəsin cədvəli tamamlayın. Paç ac idi, lakin yemək yeyə bilmirdi. Bunun səbəbi toxunduğu hər şey gümüşə çevrilirdi. Nəticədə nə oldu? Problemin həlli acından ölür. Uğursuz insanlar bizə nəyi öyrədir? Növbəti mətnimiz. Tənbəllikdən nə üçün xilas olmaq çox çətindir? Demək, bunun səbəbi İfadə yanlışdır, tənbəllikdən xilas olmaq asandır, yox çətindir. Xarakter göstərici olduğu üçün yox, psixoloji olduğu üçün yox, genetik olduğu üçün yox. Tənbəllik zamanla vərdişə çevrilir mətnində deyir. Mətndə isə yanlış fikir müəyyən edin. Yaponlara xas olan Kaizen fəlsəfəsi müntəzəm işləyən vərdiş yaratma əsas götürür, düzdür. İnsanlar adətən uğursuzluğu mənfi hadisə kimi dəyərləndirir, düzdür. Uğursuzluq uğura gedən yolu dəf etməli olduğumuz maneələrdən biridir, düzdür. Bağış bıçağınızı dəyişin və dərs çıxardığınız təqdirdə hər uğursuzluğun sizə uğurda bir addım daha uzaqlaşdığını görə bilərsiniz. Bu demək, dərs çıxardığınız təqdirdə hər uğursuzluğun sizə uğurdan bir addım, sizə əslində uğura daha yaxınlaşdığını görə bilərsiniz. Bu yanlışdır. Mətndə isə siləqisini tamamlayın. İnsan həyatında yaşayacağı təcrübələrdən biri də uğursuzluqdur, düzdür. Bəhanə gətirmək səhvlərimizi ört-basdır etmək üçün bir göstəricidir. Demək, bunlardan belə bir nəticəyə gəlmək olar ki, bəhanə gətirmək uğursuzluğun göstəricidir. Qarşısında rəqəm yazılmış sözlərin heç birinin izahına uyğun olmayan variantı seçin. Deməli, fəlsəfə müntəzəm, vərdiş mənfi. Baxaq. Xarici ələm dərk edən və öz əməli fəaliyyəti işində ona təsir edən şəxs bu heç bir izahat deyil. Təbiətin cəmiyyət insanların təvəkkülün ən ümumi inkişaflı qanunluğunun elm, fəlsəfə, düzgün və ardıcıl sistem müntəzəmdir. Təcrübi, təkrarlı və çox işləmə nəticəsində əldə edilən vərdişdir. İnkar bildirən, rədd edilən cavab mənfi. Mətndə nöqtənin uyğun gələn biləcək ifadəni müəyyən edin. Şəklində düşüncələriniz ancaq özünüzü eləyə bilər. Aldatmış olacaqsınız. Mətnin giriş hissəsində bir biləsi diqqət təşkil edən sözləri seçib
Deməli, giriş hissəsində bir-birə ziddiyyət təşkil edən sözlər hansılardır? Yaxşı, pis və burada bir də uğurlu sözü var, uğursuz sözlər var. Qara hərflə verilmiş cümlədə hansı norma pozulmuşdur? Sözü də bir normanı uyğunlaşdırıb yazın. Tənbəllik yox, tənbəllik və işləmə həvəsinin olmamağı uğura gedən yolda insanın ən böyük maneəsidir. Burada maneəsidir, fonetik norma. Tənbəllik nə maneəsidir də yığsız yazılmalıdır, fonetik norma. Uğursuzluq uğura gedən yolda dəf etməli olduğunuz maneələrdən biridir. Bunun səbəbi nədir? Demək, çünki hər hansı bir işdə ilk cəhətdə uğur qazanmaq çox nadir hallarda yaşadığımız bir haldır. İnsanlar çox qısa müddət ərzində uğura nail olmaq istəyir. Nəticədə nə baş verir? İnsanlar başladıqları işin nəticəsiz qaldığını gördükdə dərhal ruhdan düşürlər. Müddət, uğura nail olmağın qızıl qayda səbirli olmaqdır. Bunu hansı faktla mətnindən sizə götürmək olar? Deyir ki, uğursuzluq qarşımıza ilk çıxan maddəni asanlıqla qəbul etdiyimiz təqdirdə məğlubiyyəti ən başda qəbul etmiş oluruq. Və yaxud belə bir fakt verib, çıxılmaz yola daxil olduğunuzu düşünürsünüzsə, vaxtınızı boşa sərf etməmək üçün bu işdən imtina etməlisiniz. Bu nəyə müddəası olar? Çünki heç bir çətinlik qarşısında geri çəkilməmək və əsla heç nədə imtina etməli olduğunuz düşüncəsi doğru deyil. Mətnin hər tərkib hissəsinə uyğun bir plan bəndi yaza bilərik. Məsələn, girişə aid insanların özünə nümunə göstürdüyü insanlar, əsas hissədə uğursuz insanların ortaq xüsusiyyətləri, nəticə hissədə insanların uğur qazanmaq üçün mübarizəsi. Belə yoldaşlar, mizahım bu qədər.